Salam əziz izləyicilərim, kanalıma xoş gəldiniz. Bugünkü videomda sizə Azərbaycan milli mətbəxindən Cənnət Qarabağ bölgəsinə məxsus Qarabağ dolğasının hazırlanmasını təqdim edirəm. Azərbaycanın bütün bölgələrinin mətbəxi bir-birindən dadlı, ləzzətlidir. O cümlədən də gözəl Qarabağımızın özünə məxsus çox gözəl mətbəxi var. Bu günlərim mən o mətbəxdən Qarabağ dolğasını hazırlayıb sizlərə təqdim edirəm. Hazırlanma qaydası sizin üçün maraqlıdırsa, buyurub videomu izləyə bilərsiniz. Dolğanı hazırlamaq üçün gördüyünüz bu göyərtilərdən istifadə edirəm. Dağ kişnişi, yarpız, unluca, yaşıl soğan, cəfəri, adi kişniş, şüyüd, nanə, ıspanaq, bəzi bölgələrdə buna şomu da deyirlər. Bütün göyərtiləri yaxşıca təmizlədikdən sonra yaxşı yumuşam. Sonra stəkanın təxminən 1/4 qədər yumru düyünü yaxşı yuduqdan sonra bir qaba əlavə edirəm. Üzərinə bir miqdar su əlavə edərək qazın üzərində orta xodda tam suyu çəkilənə qədər bişirirəm. Gördüyünüz kimi suyu tamam çəkilib, bu halda olur. Sonra qazın üzərindən götürüb kənarda soymağa qoyuram. Soyandan sonra üzərinə 2 ədəd yumurtanı ağlı sarlı əlavə edərək biraz da zövqə görə duz əlavə edib qarışdırıram. Dolğanı hazırlamaq üçün 2 litr qatıq götürmüşəm. Qatıq şirin olsa yaxşı olar ki, dolğanınız qəşəng olsun, turş çıxmasın. Onu biraz tutumu böyük olan qazana əlavə edirəm. Qazanı biraz böyük götürürük ki, göyərti düyü, biraz da su əlavə edib qarışdıranda hamısı yerləşsin. Sonra qatığı biraz çırpma teli ilə qarışdırıram. Bu inək qatığı olduğuna görə çox düyürləri yoxdur. Ona görə çox da qarışdırmaq lazımdır. Əgər götürdüyünüz qatıq camış qatığı olsa, onu biraz yaxşı qarışdırmaq lazımdır ki, içində topalar qalmasın. Sonra hazırladığım yumurta və düyü qarışığını qatığa əlavə edirəm və yenə çırpma teli ilə qarışdırıram. Düyü, yumurta, qatığı biraz qarışdırandan sonra üzərinə təxminən yarım litr soyuq su əlavə edirəm və yenə qarışdırıram. Qatığa əlavə edəcəyiniz suyun miqdarı qatığın bərk olmağına görə az və ya çox da ola bilər. Qatıq bu cür hazır oldu. İndi göyərtisini doğrayıram. Əvvəlcədən yuyub hazırladığım göyərtiləri kiçik ölçüdə doğrayıram. Göyərtinin bir hissəsini bu cür kiçik ölçüdə doğrayandan sonra qazana əlavə edirəm və qalan göyərtiləri də hissə-hissə hamısını doğrayıb qatıq, yumurta, düyü qarışığına əlavə edib qarışdıracağım. Bütün göyərtiləri doğrayandan sonra qazana əlavə etdim və bir açırma teli ilə bu cür qarışdırıram. Sonra qazın üzərində ən iti xodda taxta qaşıqla qarışdıra bişirəcəm.
Onu da nəzərinizə çatdırım ki, bu qayda ilə bişən dovğada heç bir çürümə halı baş vermir. Əgər dovğa bişirdiyiniz qatıq biraz turşdursa, onu mütləq təmiz bez torbadan süzmək lazımdır və onun acı suyunu çıxartmaq lazımdır. Yoxsa dovğanızın dadı turş olar. İndi dovğanını götürüb qazın üzərinə yerləşdirdim və taxta qaşıqla bu qayda ilə bir istiqamətdə bu cür yavaş-yavaş qarışdıra-qarışdıra it xodda bişirirəm. Dovğa qaynara düşənə qədər bu cür yavaş-yavaş qarışdırıram bir istiqamətdə. Gördüyünüz kimi mənim dovğam qaynara düşdü. Qaynara düşəndən sonra qazın üzərindən götürürəm. Qazın üzərində çox qaynatmıram, göyərtilər çox içərisində bişməsin. Təravətli qalsın. Sonra kənarda 5-10 dəqiqə taxta qaşıqla qarışdırıram. Əziz izləyicilərim, dovğam hazır oldu. Gördüyünüz kimi dovğamda heç bir çürümə halı da baş vermədi. Dadı da ki, çox ləzzətlidir. Hər birinizə hazırlamağı məsləhət görürəm. Mənim üçün çox dəyərli olan Azərbaycan xalqım arzu edirəm ki, tezliklə işğalda olan Qarabağ torpağımız düşmənlərdən azad olsun. Azərbaycanın gözəl xanımları, gözəl qabiliyyətli ana bacılarımız əl-ələ verək. Orada Qarabağımızın gözəl mətbəxindən, zəngin mətbəxindən təamlar hazırlayıb süfrələr açaq inşallah. Videomu sona qədər izlədinizsə, hələ də kanalıma abunə deyilsinizsə, kanalıma abunə olsanız, bəyəndiyiniz videolarımı paylaşsanız sevinərdim. Yeni videolarda görüşmək ümidi ilə Allaha əmanət olun. Süfrələriniz ruzili, bərəkətli, bol olsun inşallah.